Tarixdə adətən imperiyaların süqutundan sonra kiçik dövlətlər yaranır. 15-ci əsr tarixçilərinin əsərlərində ömrü çox az olmuş bir xanlığa rast gəlinir. Dərəbəylər xanlığı. Bəzi mənbələrə görə Dərəbəy xanı Ədalətin ikiz oğlu olub. Hətəm və Qarabuğday. Dərəbəylər cəmaatı gözü önündə böyüyən bu uşaqları çox sevirdi. Birincisi, sevməmək kimi bir cürətləri yox idi, çünki onlar xan oğulları idi. İkincisi də, axı onlardan biri gələcəyin xanı olacaqdı. Yəni, yenə də variantları yoxdur. Hətəm, Qarabuğdaydan bir dəqiqə tez dünyaya gəldiyinə görə gələcək xan o olacaqdı. O, bacarığı və döyüşkənliyi ilə seçilirdi. O, qatıldığı döyüşlərin hər birində zəfər çalmış. Atasının və xanlığın rəğbətini qazanmışdı. Dərəbəylər əhli onu eləməz sadəliyinə görə sevirdi. Bəzi tarixi mənbələrdə ona Hətəm, bəzilərində Qatəm, bəzilərində isə Luis Nazario de Lima kimi rast gəlmək olar. Amma bir çox tarixçilər onu bir adla qeyd edirlər. Xozu xan.